yaşı 4 dəfə artırıldı. Məhz bir ölkə belə bir qərar verdi. Hansı ölkədən söhbət gedir? 28 avqust tarixli Gündəm Xəbərin efirində isə məlumatımız belədir. Avropada Macarıstan hökuməti yaşa görə verilən minimum pensiyanın 4 dəfədən çox artırılması ilə bağlı belə bir qərar verib. Belə ki, Baş nazir Peter Magyar YouTube kanalında yayımlanan video müraciətində açıqlayıb ki, ölkələrimizə uyğun olaraq yaşa görə minimum pensiyanı 1 yanvar 2027-ci il tarixindən etibarən 120 min forint, yəni təxminən 653 Azərbaycan manatı səviyyəsinə qaldırırıq. 100 minlərlə yaşlı və həmvətənlərimiz üçün bu ödənişlərin əhəmiyyətli dərəcədə artması, bir çoxlar üçün isə 2 qat artması deməkdir, deyə baş nazir bildirib. Ona görə yəni yaşa görə minimum pensiyasının 2008-ci ildən bəri təxminən 154 AZN səviyyəsində olub və dəyişməz olaraq qalmışdı və bundan əlavə baş nazir bildirir ki, reseptli dərmanlara ƏDV ləğv olunacaq və odun alışı zamanı da ƏDV-dən 27%-dən 5%-ə endiriləcək. Bu da 100 minlərlə yaşlı Macarın həyat şəraitinin yaxşılaşmasına kömək edəcək deyə baş nazir video müraciətində bildirib və Gündəm Xəbər bu məlumatı isə Qafqaz İnfoya istinadən diqqətinizə çatdırdı.